Sözler Mehriban Həsənzadə. Üzümü xoş görür, xoşbəxtiyimsin. Ağrı içimdədir, yara içimdə. Dərdimi soruşmağa dərdimə. Ağrı içimdə, yara içimdə. Qapalıyım manda elə bilsinə. Çalxanır, sığışma öz özəsinə. Qızıl balıq kimi üzür tərsinə. Ürəyi salıqla toru içimdə. Ürəkdən çəkirəm, ürək acıyam. Fikir dünyasıyam, söz yamacıyam. Özüm boyda dar ağacıyam, dara çəkir, dara içimdə. Talihim xeyrə yox, şərə qol çəkir. Dərdi ya qız çəkir, ya oğul çəkir. Nazim fikirlidir, gözü yol çəkir. Xatirə yanımda, saray içimdə. Salam olsun Nərman müəllimə buradan. İndi isə çox dəyərlimiz, əzizimiz Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova buyursun. Şəfi istehsalının səsinin sədasını dünyaya yardım məkandan buyursun. Ahmet gel bu cana
ziyalılarımız, güzel hanımlarımızı, analarımızı ve bugün bir güzellik var burada. Hem sehnemizde hem buradan bakarak tamaşaçılar arasında yani çok güzel bir adetimiz, güzel bir enenemiz, güzel kârağaylarımız, güzel kadınlarımızın ismeti sayılan belediyede geçmiş demeyi təsirlərdən bu yana bu yaşanan bu güzellik. Ben özüm de bakın kârağaya bölünüp gelmişim. Burada doğumlarını da gördüm, salamlayıram her birinizə, hamı bizə doğumladı və güzel günü hamısı Reyhan'a, Sultan'a, hamı buradadır, hamı var olasın, sənətkarlarımız. Öpürəm və güzel ildə, hər ildə dəvət edir mən Gülü xanım, vaxtım olanda gəlirəm və sevi-sevi gəlirəm. Çünki doğrudan gözəldir, bir gözəllikdir və həqiqətən də hər bir evdə, hər bir gəlinlər xınada, toy zamanı o örfən, bəli, bu kârağanın altında onlar gözəl olar və o gəlinlərimizin ailə quranda bu gözəl qisməti o kârağanın altında o xına yaxdılar, nə deyim, gözəl nişanlarında analar ki gətirir o gəlin elə boynu kârağanı salanda inanın insana bir gözəllik gəlir, insan ruhu dəyişir, gözəl olur və alqışlayıram hər birinizi, var olasınız. Minnətlərlə, təbrik edirəm. Teşekkür ederim ya güzel. Sağ olun. Teşekkür ederim, çok sağ olun Əzizim. Diqqətiniz, dəyəriniz, gəlişiniz üçün çox var olun. Mənim əzizlərim, analara qurban. Bugün mənim anam da buradadır. Bilsəm yenə bu dünyaya gələrəm. Ürəyimi anam ilə bölərəm. Güllü deyər, öləndə də ölərəm. Qəlbimdə bir dünya ana sevgisi. Doğrudan da analar dünya kadar sevgidir. Var olun analar. Bugün hamınız benim anamızsınız. Öz anamın ellerinden öpürəm ve her birinizin ellerinizden, ananızın ellerinizden öpürəm. Dünyadan keçen analarımızla ruhu şad olsun. Ben bu arada sözü bir hanıma vermek istəyirəm. Tərlan Musayeva. Buyurun Tərlan xanım, bizi təbrik edin. Ve SSR Ali Sovetinin 2 dəfə deputatı olmuş. Öz alın təri ilə hamımızın tanıdığımız və bugün də milli dəyərlərimizi necə qoruyub saxlayır. Ulu Öndərə mənəvi borcum və Vaqif Osmanlı 70 illik yubileyinə Ulu Öndərin canlı əsəri kitabını yazıldı. Elə bu il Tərlan xanımın da 70 illik yubileyi təntənəsidir. Bu il bu kitab münasibəti ilə Prezident Administrasiyasının görüşü ilə demək olar ki, bir neçə bölgələrimizdə olduq. Hətta Gürcüstana quru yolla getdik. Orada Tbilisi'də, Rustavi'də bir neçə bölgələrimizdə Ulu Öndərimizə həsr olmuş kitabların təqdimatını keçirdik. Tərlan xanım, çox var olun. Çox sağ olun. Allah sizdən razı olsun ki, sizi kimi zəhməti ilə ucalan qadınlarımız var. Və bugünkü nəslə, gələcək nəslə bir örneksiniz. Buyurun Tərlan xanım. İlk önce hoş gördük tədbir iştirakçılarına, hər birinizin. Gülü xanım, teşekkür edirik bugün bizi bura topladığınız için. Güzel bir gün təşkil etdiyiniz için, güzel bir bayram təşkil etdiyiniz için. Ben 2 ildir sizinle beraber çalışıram ve sizin bu taşıdığınız misyanı her zaman alkışlayıram ve her zaman yanınızda olmağa çalışıram. Bir milli değerlerimizi seven bir Azerbaycan kadını kimi. Kəlağayı bizim namusumuz, ismet ve abır-həya simvolumuzdur. Bunu nənələrimiz, analarımız uzun müddət daşıyıblar ve ilki dövrə gətirib çıxardıqlar. Ancaq 90-cı illərdən sonra bəli, bu kəlağaylarımız sandıqlarda yerləşdirildi. Kız gəlinlərimiz bunlardan uzaqlaşdı. Bu milli ürpəyimiz olan, bu milli dəyərimiz olan kəlağaydan uzaqlaşdı. Biz bunları sandıqdan çıxartmaq üçün doğrudan da sizin gördüyünüz, apardığınız bu tədbirlər və bu gördüyünüz işlər nəticəsində həmin kəlağaylar sandıqlardan çıxarıldı. Sizinlə mən bir çox tədbirlərinizdə iştirak etmişəm. Xüsusilə gənclərimiz olan universitetlərdə
bir yerdə olmuşuq, bu tədbiri keçirmişik. Gənclərimiz nə qədər ondan sonra kəlağaylara maraq göstərir. Gənclərimiz indi baxırıq, tələbə qızlarımız, gənclərimiz. Küçəylə gedəndə də artıq görürük ki, biz onlar ya kəlağayını örtüblər, ya onları boyunlarında daşıyırlar. Bu hamısı sizin sayənizdədir. Sizin milli örpəyimiz olan bu örpəyə, kəlağayınıza verdiyiniz dəyərdir. Onun uğrunda apardığınız deyim ki, işlərdir, təbliğatdır və eyni zamanda siz onun daşıyıcısısınız. Küçədə indi azdır. Mən Orta Asiya respublikalarında çox olmuşam. Onlar milli geyimlərini həmişə geyinirlər, toylarda da, bayramlarda da, küçələrdə də. Ancaq bizdə belə şey yoxdur. Yəni ki, Güllü xanım onu başına örtüb gedəndə deyir, qadının kəlağaylı qadın. Artıq Güllü xanım kəlağaylı qadın hesab olur və bəli, artıq bu kəlağayımız geniş yaranır. Biz Gürcüstanda olduq Güllü xanımla, biz Naxçıvanda olduq. Eyni zamanda mən birinci Kəlağay Festivalında da iştirak etmişəm, Şuşada olduq. Uzun bir respublikamızın bu başına siz bu misiyanı yenə deyirəm, daşıyırsınız, təbliğ edirsiniz və hər yerdə də çox gözəl qarşılanır. Bir çox rayonlarımızda, Milluqan, Qarabağ zonalarında biz sizinlə bir yerdə olmuşam. Mən nə qədər qadınlarımızın, nə qədər qızlarımızın sizin bu təşəbbüsünüzə qoşulduğunu və kəlağayımızı sevdirhəni bir daha şahid olmuşam. Minnətdaram sizə Güllü xanım. Mən bir dənə ürəyimdən gələn bir şey deyəcəm burada. Yəqin ki, əlaqədar təşkilatlar da bizi eşidərlər. Güllü xanım evində gözəl bir muzey yaradıbdır. Mən hər zaman bir dönə-dönə o muzeydə olmuşam. Onun nəinki kəlağayımızı, eyni zamanda bizim milli əşyalarımızı, milli deyim ki, nənələrimizin, o deyim ki, yaşlı nəslin işlətdiyi ev əşyalarıdır, keçmişimizdən bizə yadigar olan avadanlıqlardır, xərçək gəlmələrimiz. Nə qədər bu qadın hara gedirsə orada həmin o antik şeylərimizi deyim ki, gözü axtarır, tapır, alır. Belə əlində ən son manatı olub, onu baxmışam ki, o gedib onu pul verib alıb götürüb evində yerləşdirir. Əlbəttə evdə bir muzey yaratmaq olmaz, bunun bir otağa heç cürə sıxışdırmaq da olmaz. Hər bir o bastırıqda hamısı qalıqda bir otaqda. Mənim ürəyimdən elə hər zaman bunu keçirdirəm. Dövlətimiz də, əlaqədar təşkilatlar da, Güllü xanım, sizə şərait yaratmalıdır və həmin o əşyalar çıxarılmalıdır, geniş şəkildə qoyulmalıdır, düzülməlidir və sizin evi ziyarət edir. Hətta xarici ölkələrdən də qonaqlar gəlir o evə, o muzeyə. İstərdim ki, yəni geniş bir yer ayrılsın sizə, geniş bir güşə ayrılsın sizə və həmin o milli dəyərlərimiz olan o əşyalar yerləşdirilsin, kəlağaylarımız yerləşdirilsin, gənclərimiz, insanlarımız gəlsinlər, baxsınlar, sərbəst baxsınlar, keçmişimizi xatırlasınlar, unutmasınlar. Bir də mən sizin o qədər əziyyət çəkdiyinizi görürəm, yenə bu da mənim içimdən gələn bir şeydir. Mən hər zaman deyirəm, kimsə nəsə bir iş görəndə fikirləşir ki, 90% belədir, bunu gizlətməyək, təmənna ilə nəsə eləyək. Bu xanım heç bir təmənnası olmadan ölkəmizin bu başına deyil ki, xarici ölkələrə, Moskvada, Leningradda bu öz gücü ilə, öz maddi deyil ki, özünün öz gücünə, yəni ki, bizim milli dəyərlərimizi təbliğ edir. O qədər əziyyət çəkir ki, mən yenə deyirəm, doğrudan da dövlətimiz də, mən istəyərdim dövlətimiz nəzər alsın, əlaqədar təşkilatlar nazirliyinə nəzər alsın, qadının əməyi qiymətləndirsin. Bu mənim içimdən gələn bir şeydir. Mənim, yəni, Güllü xanım nə bir asırlığım var, ona mən bunu yarmaq üçün demirəm. İçimdən gələn bir hissi deyirəm, bir Azərbaycan qadını kimi, bir milli dəyərlərimizi qiymətləndirən bir insan kimi deyirəm. Bu qədər zəhmət çəkir, bugün vaxt bura yığışanlar, hamısı burasına yaşır. Hamısı bunun gördüyü işini dəyər verərək gəlir. Dövlətimiz də dəyər versin bu xanıma. Əlaqədar nazirliklə dəyər versin bu xanıma. Əlbəttə, bunun istərdik ki, bir ev muzeyinin direktoru kimi, yox, haradasa bir əməyinə verilən bir fəxri ad da buna qeyd olunsun. Bunu mən arzuluyuram və Bəyək Qazimiz də bunu dediyi çox sağ olsun, mənim elə ürəyimdən xəbər verdi, mən onun sözü təkrarlayıram.
üzr istəyirəm. Bax, mən bunu bir daha arzulayıram. Əziz qadınlarımız, bugünkü bayram münasibətilə sizi təbrik edirəm hər birinizi. Və Güllü xanımın bir dənə sözü mən təkrar edirəm. Kəlağayımızın tarixi bilinmir, yaşı bilinmir. Mən hər birinizə, eyni zamanda Güllü xanım sizə də Kəlağay ömrü arzulayıram. Sağ olun. Çok sağ olun. Teşekkür ederim. Baş şair Kərman Həsənzadə, Kərman xanımya yazdığı şiirdə deyir ki, Nüşabələr nəvəsisən, Həcərlər nəvəsisən, eşq olsun. Qoca qartal, nə gezirsən dağlar qoynunda. Körpə gördüm anasının ağlar qoynunda. Mikail Azaqlı. Mikail Azaqlı ocağının çırağını yandıranlardan biri Aşır Məhsədi Cabbarov bizim. Aşık yanar ahuzardan, aşık yanar ahuzardan. Bülbül çıkar intizardan, bülbül çıkar intizardan. Gül başına dolandım, gül başına dolandım, gül başına dolandım, gül başına dolandım. Dolandım, dolandım, gül başına dolandım, 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 gül başına dolandım.
Bəli, mən onu demək istəyirdim. Keçmişdə aşıqlar ifa edəndə zurnacılar dəstəsinin qollarına bağlayarlar bu sazı və yaxşı oxuyan aşıqların sazlarına belə törəmə kəlağayı bağlayarlar. Bu kəlağayının 1/4 hissəsi nəmər kəlağayısı deyirlər. Mən də bir Məsəd xanımın sazına bağladım. Uğurlu olsun. Teşekkür ederim Ezgi'm. Çok sağ olun. Çok teşekkür ederim. Doğrudan çox təsirlidir. Yusif Mustafayev bizim Xətai rayonunda keçirilən tədbirdə iştirak edirdi. Gəldi, Kəlağayıdan öpdü. Və hər görəndə qızı Solmaz xanım şahiddir. Qocalar evində konsert verirdi. Orada da gəldi, bütün xanımlarının Kəlağayısından öpdü. Elə Məhsəti qızımız da Kəlağayıdan öpdü. Mən çox təsirləndim. Bu arada mən meydanı vermək istəyirəm. Folklorumuzu yaşadanlar, zəhmət çəkənlər, doğrudan da bugün mənəvi dəstəyə ehtiyacı olan Nənə Qızlar ansamblını mən burada görmək istəyirəm sizlərinizin iştirakında. Rəhbərləri Almara Nəbiyevadır, Ağdamda Talih Mərbu, əvvəlcədə Nənə Qızlar ansamblı var idi. Sadəcə sonra nəsə onlar fəaliyyət göstərə bilmədilər və bugün onların fəaliyyətini bərpa ediblər və hər birimiz bu Nənə Qızlar ansamblına dəstək olmalıyıq. Buyursunlar. Əzim dənə gəlir, sümbüllər dənə gəlir. Şad xəbər var ay qızlar, məclisə nənə gəlib. Əzizim, ay nədir? Həftə nədir? Ay nədir? Düzün deyin ay qızlarım, bu toy, bu büsat nədir? Əzizim, deyək biz, danışaq biz, deyək biz, bu bayramın mənasın, mahnı ilə deyək biz. Bir ceyranı qova qova gətirdim. Aman nənə, zalım nənə, yar nənə. Gətirib mən səcdəgaha yetirdim. Aman nənə, zalım nənə, yar nənə. Duman çiskin oldu onu itirdim. Aman nənə, zalım nənə, yar nənə. Aman nənə zalım nənə yar nənə hey yar nənə hey yar nənə hey yar nənə. Aman nənə, zalım nənə, yar nənə, hey yar nənə, hey yar nənə, hey yar nənə. Aman nənə, zalım nənə, yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə, zalım nənə, yar nənə, səni görüm eşq oduna yan nənə. Yarıma demişəm mənə saz alsın. Aman nənə, zalım nənə, yar nənə. Sazı çalım dərdi qəmim azalsın. Aman nənə, zalım nənə, yar nənə. Məgər mən ölmüşəm yarım qızalsın. Aman nənə, zalım nənə, yar nənə. Aman nənə zalım nənə yar nənə hey yar nənə hey yar nənə hey yar nənə. Aman nənə, zalım nənə, yar nənə, hey yar nənə, hey yar nənə, hey yar nənə. Aman nənə, zalım nənə, yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə, zalım nənə, yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə, zalım nənə, yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə, zalım nənə, yar nənə, səni görüm eşq Cana gəlin, cana nəfəsə gəlin. Ay qızlarım, elə yerdən oxuyun, mən də həvəsə gəlin. Əzizim cana gəlsin, cana nəfəsə gəlsin. Ay qızlar, gəlin bir də oxuyaq, nənə həvəsə gəlsin.
teşekkürler, çok minnətdaram. Mənim əzizlərim, bugün burada Bakı Dövlət Universitetinin tələbələri iştirak edir və Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevdə xanımın tələbələridir. Milli dəyərlərimiz olan nə var? Sevdə xanım da təbliğ edir. Hər il Respublika günündə Esprafat buradadır, bağırma basıram və milli geyimdə biz şəhərdə hardan harayasa qədər yürüyüş edirik. Milli geyimlərimizi təbliğ edirik. Kəlağayı da elə milli geyimlərimizin bir qoludur deyərəm. Buradan Sevdə xanıma salamlarımı göndərirəm. Dərsi var edəsə görə gəlmədi. Tələbələri salamlayıram. Məncə müəllimlər də olmalıdır. Bakı Dövlət Universitetindən var olun mənim əzizlərim. Dünən onlar Kəlağayı haqda tədbir keçirdilər. Şəkillərini də mənə göndərmişlər. Mən bundan çox şad oldum ki, nə yaxşı tələbələrimiz arasında da Kəlağayımız orada sərgilənir. Keçən il 2024-cü ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə biz Naxçıvan Muxtar Respublikasında təhsil məktəblərində, universitetlərində, elə də Bakının universitetlərində, kolleclərində, məktəblərində bir il davamlı olaraq bu milli dəyərlərimizi təbliğ etdik və necə sevgilərlə qarşılandığının şahidi olduq. Çeşmə Folklor qrupunun üzvü Aşıq Xədicə buyursun. Rəhbəri Gülara Azamını salamlayıram. Kurbanım yarım ay balam baksana barına. Kurbanım yarım ay balam baksana barına. Nübarımdı o gül benim değmeni barıma. Nübarımdı o gül benim değmeni barıma. Gülü gönçe gönçe şehince ince. Gülü gönçe gönçe şehince ince. Gülüme hoşasın ay balam küsene deyince. Gülüme hoşasın ay balam küsene deyince. Ay bu kız üredi ay aman küstürme köbredi. Ay bu kız üredi ay aman küstürme köbredi. Yüzünde gül açır yarımın yanağı çiçeği. Yüzünde gül açır yarımın yanağı çiçeği. Özü gülden güzel, sözü gülden güzel. Özü gülden güzel, sözü gülden güzel. Bakışı can alır yarımın, gözü gülden güzel. Bakışı can alır yarımın, gözü gülden güzel. Girip donan donay balam yaşı başlı sona. Girip donan donay yarım yaşı başlı sona. Uçurken kuşa yarım budağına kona. Uçurken kuşa yarım budağına kona. Kızı gül üzme ne çayını yazma. Kızım gül üzme ne çayını yazma. Eti sen vursa yarım gel dolanıp gezme. Eti sen vursa yarım gel dolanıp gezme. Eti sen vursa balam gel dolanıp gezme. Eti sen vursa balam gel dolanıp gezme. Teşekkür ederim. Aşıq Rəvanə Leylikli buyursun. Aşıq müəllim, sazımızın gözəl təbliğatçısı, müəllim kimi Şuşa Kollecində fəaliyyət göstərir. Müzik
Zemfira Musalova. Həm də kiçik akademiya yaradıb, orada poeziya günləri təşkil edir. Fəxri professor adı alıb Türkiyə tərəfindən. Buyursun Zemfira xanım və şagirdləri. Əziz və hörmətli tədbir iştirakçıları, dəyərli Gülü xanım, əvvəla bu mötəbər tədbirdə iştirak etmək olduqca mənim üçün fəxarətli haldır. Amma fikirlərimi deməmişdən əvvəl mən bu tədbirdə iştirak edən şəhid analarının, şəhid valideynlərin qarşısında baş əyirəm. Qazilərin qarşısında baş əyirəm. Sizlər varsınızsa bizlər də var. Gülü xanım, bilirəm ki, bu dəyərli qısa zaman kəsimində hər kəs sizə olan sevgisini, dəyərini, Kəlağaya olan məhəbbətini o qədər gözəl səsləndirdi ki, düzdür, biz kulistdə sənin arxasında olsaq da, amma doğrudan da çox fəxr elədik, fəxarətlə bir kəlmə söylədik ki, eşq olsun milli adət-ənənələrimizi yaşadan insanlara. Gəlin alqışlayaq Gülü xanım. Çox qısa bir fikrimi bildirəcəm, ondan sonra şeirlə də fikrimi tamamlayacağım. 2017-də məktəbimizdə bir şura yaradıldı və o şura sonra Kiçik Akademiya adı altında bütün dünyaya səs saldı və onların içində hər bir sahədə damarlarından Azərbaycanlı qanı axan, Azərbaycanlı kimi vətənini bütün hər yerdə tanıdan insanlar var, şəxsiyyətlər var və inanıram ki, onlar da Gülü xanım sizin kimi ziyalılar kimi hər yerdə vətənimizi təmsil edəcəklər. Təşəkkür edirəm. Sanki bir pəridir, pəri yox bir ay. Qəhrəman bir qızdır, başda Kəlağay. Dirilik suyudur, gözü qapqara. Gecəni qərq edir atəş nurlara. Nənəmin toy günü iz qulaqsan, al bəyaz rənginlə baxdın axsan. Şamaxı, şəkili, Gəncə dalı, Azərbaycan Kəlağayısından. Gözəl, sənin nə bədəndir? Kəsilib qısa tellərin, Kəlağaya əlvan qıyğacı, üstündə bası tellərin. Qutu əşrəfili bulud kimi saat, dal gərdanda hər hörlü bir qulat. Kəlağaya əlvan qasabaqaya, qasaba qıyğac altında cunası hayf ki yoxdur. Kəlağayın ucu sarı, açılır könlün qubarı. Söylə görüm kimin yarı, yaxan düymənə, düymənə. Dağda bülbül oxudu, güldən səmən toxudu. Mən qırmızı donluyam, Kəlağayım oxudu. Bini binnət olan binəmdən gəlib, bağlı çiçək kimi sənəmdən gəlib. Nənələr, nənəsi nənəmdən gəlib, verər bizə hər mürazi Kəlağay. Gül saçlara, belçəklərə yaraşır, gözəllərə, göyçəklərə yaraşır. Hər yanağa çiçəklərə yaraşır, hər gül üstə açar yazı Kəlağay. İpəkdəndir sevincimin naxışı, abırı, həyanı saxlar nə yaxşı. Hər ilməsi bir sevgili baxışı, artırar gəmzəni nazı Kəlağay. Gecənin sarvanı o ulduz, o ay, anamın örtdüyü sarı Kəlağay. Gözümdə qalıbdı ömrüm uzunu, bəlkə də şairin taleydi bu. Mən sadəcə olaraq fikrimi belə bildirmək istəyirəm. Gülü xanım, hər zaman, özüm aforizm kitabında müəllifiyəm, hər zaman dediyim bir şey var ki, ən böyük ədalət kimsə görmədən belə doğru olanı etməkdir. Hər zaman haqq ədalət öz yerini tutun. Çərxi fələk, fırlansa da fəndilər. Yağ ayrana, ayran yağa qarışmaz. Qatıq qaymaq qarışsa da qəlbinə. Yağ ayrana, ayran yağa qarışmaz.
Ömür atını çapıb getdi bir ilim. Qara tenə, cığır saldı alt elim. Bağçalara bəzək vurur bülbülüm. Qartal bizə bayquşluğa yanaşmaz. Bir məkədən bütün nəsil dolanır. Doğru olan götürənli yalanı. Haq bilir ki, ar məslək olanı məsləksiz ulduzlar barışmaz. Nə fərqi var? Dağ düzdə dərədə, kamil ovçu ov qoyarmı qərədə? Ağzı göyçək çox olsa da arada, tuğlu axla qız devara yapışmaz. Ötür zaman sinəsinə Fatimə, qurban vətən sinəsinə Fatimə, doğru sağ sinəsinə Fatimə, şöhrət düşür, qeymətsiz əylaşmaz. Çox sağ olun. Çok sağ olun, minnettarım. Şagirdlerimiz arasında milli değerlerimizin təbliğ olunması bugün çok vacibdir. Bugün tədbirimizdə şəhid bacısı var. Şəhid İsmailov'un bacısı, şair, Gülbarik Dilbazi Poeziya Məclisi İdarə Heyəti üzvü Lalə İsmail buyursun. Mənim əzizim, necə şəhid bilirsiniz? Məzarsız şəhid. İllərdir bu dərd içində qovrulur, ancaq Azərbaycan xanımıdır, məğrurla dayanır, qürurla dayanır, vətənin zəfərinə sevinir, ağ gününə sevinir. Çünki bu şəhid İsmail Baratoğlu İsmailov'un bacısı Lalə İsmail'dir. Özdə necə şairdir bilirsiniz? Əsr şair və kitabsız şair. Bu saat şair olmayanların kitabı var. Ancak bizim Laləmizin hələ kitabı yoxdur. İnşallah, Tanrı qismət edən. Buyur Laləm mən. Sabah axşamınız xeyirli olsun hər birinizin. Əziz iştirakçılarımız, əziz qonaqlarımız. Bugün Kəlağayımızın bayramıdır. Hansı ki o Kəlağayını sandıqdan çıxaran bir Azərbaycan qadını var. Bir güllümüz var. Gürcüstandan Qazağa, oradan da Azərbaycana, Azərbaycan qadını. Deməli, pandemiya dövrüdür, hamımız evə məhkumuz. Güllü xanım orada da dinç dayanmadı, canlı yayın açır tez-tez. Oradan insanlar, yəni hamı evdə gərgindir, hər kəs xəstəliklə, nə bilim, çölə çıxa bilmir, evdə darıxır. Ən çox getdiyi yer divandır, xalçanın üstüdür, masadır. Güllü xanım orada canlı yayın açdı və insanlarla orada ünsiyyətdə oldu. Bir-iki dəfə mən şeir göndərdim, şeiri orada oxudu. Sonra bir neçə gün keçdi, yenə təsadüfən canlı yayını çıxdı qarşıma. Mən yenə bir şeir göndərdim. Dedi ki, bu əməli başlı, bu qız əməli başlı şairdir ki, nömrəsi mənə göndərdi ki, xahiş edirəm, məndən əlaqə saxlayın. Beləcə biz Aşıq Pəri məclisinə məni dəvət elədi, getdim. Orada da Kəlağayı örtmək lazımdır. Mən uşaq vaxtından Kəlağayını, milli əşyalarımızı, milliliyi sevən insanım. Amma Kəlağayı örtməyə biraz utandım. Həqiqəti deyəcəyəm ki, nətər mən Kəlağayı örtəcəm. Getdim Pərvanə xanım yanına ki, Pərvanə xanım, olar mən Kəlağayı örtməyim, belə örpək var, araqçamada, papaq var, onu qoyub. Başıma dedi ki, mən bilmərəm, get Güllüyün yanına, o işlərə baxırsan, Allah onu hirsləndirməyim. Gəldim, ay Güllü, nə olar, mən örtməyim, elə örtməyim deyən kimi dedi, aks keç, axıya keç. Gəldim, mən başıma Kəlağayını elə gözəl şəkildə bağladı ki, ən gözəl şəkilim də odur. Təşəkkür edirəm əzizim. Başına dönüm, ay Güllü. Ən gözəl şəkilim də elə o şəkildir. Güllü xanım Azərbaycan qadınıdır. Güllü xanım qarşılıq gözləmədən, inanın, mən 2019-dan bəri Güllü xanımı əvvəl qiyabi tanıdım, sonra əyani tanıdım. Tam səmimiyyətimə inanın ki, qarşılıq gözləmir bu qadın ki, kimsə ona nəysə təşəkkür eləsin, kimsə nəsə güdmür. Belə insanlar bizdə biraz çıraqla axtarılır da, həqiqət budur, çox təəssüf edirəm ki, azdır. Güllü əzizim,
Canım, mən həmişə Güllü Məzsim demişəm sənə. Sənə bir neçə şeir yazmışam, amma mən elə bir şeir oxuyacağım icazənizlə. Kəlağayı sürsən də çəkilir, görə şart olmasın. Başına çox gözəl yanır. Baş üstə. Daha utanmıram örtməkdən. Xeyir məclisində, şər meydanında yerini əzəldən bilən qadınam. Dostun xatirinə düşmən yanında ağlaya-ağlaya gülən qadınam. Aldadıb ömrümü çalan dünyaya, çalıb məngənəyə salan dünyaya, əzəldən axıra yalan dünyaya meydan oxumaq üçün gələn qadınam. Əldə ələm tutub qapı döymədən, artığa əskiyə boyun əymədən, yazıq görkəmində kəfən geymədən, qürur libasında ölən qadınam. Azərbaycan qadını qürur libasında hər zaman görünür. Bir də bir şey deyim, deməli mən bir şeir də yazmışdım. Bircə bənd oxuyacağım. O yatsın başından qara örpəyi, ona təzim edir göydə günəş, ay. Göndər qələbənin simvolu kimi şəhid anasına qızıl kəlağay. Belə bir şeir yazdım. Gülüm dedi ki, ay Lalə, bu nə gözəl bir ideyadır da. Şəhid analarını qələbə qazandırır, biz zəfər çalmışıq. Amma bizə qara yaraşmır daha. Mənim anam da qara yaylıqda getdi, mənim anam kəfənin üstündən oğlunun qutqasına bülədilər. Çünki oğlun yolu gözlədi, vəfasız oğlu gəlmədi. Kəfənə büküldü və çox arzu edirdim ki, qələbə olsun və anam o başından o qara yaylığını atsın. Yəni, qardaşımın şəhid düşdüyü yerə gedə bilsin, orada qara yaylığını atsın. Halal olsun millətimə, halal olsun dövlətimə, halal olsun Azərbaycan oğullarına. 44 günlük müharibədə bizə öz canları ilə vətənimizi genişləndirdi. Öz torpağımızı özümüzə qaytardı və bizim vətənimiz canlandı. Və sonralar gördüm ki, tədbirlər təşkil olunur və qızıl kəlağay bağışlanır analara. Halbuki qızıl kəlağay deyil, 10 manata satır metroların başında. Kəlağay əvəzi şəhid analarına verirlər. Mən də bir status yazdım ki, deyil, örpək verilir, 100 cür örpək var. Kəlağayı başqa mövzudur. Kəlağayı adınla o milli mənəvi dəyərlərimizə hörmətsizlikdir ki, Lalə xanım örtüyü kəlağay deyil, onu kəlağaya deyə bilmərik. Mən ona verdiyim artıq kəlağaydır. Yəni bunları qarışdırmaq olmaz. Və dedim, eyb yox Gülüm. Əsas odur ki, bizim Mirvari Dilbazi Poeziya Məclisinin nətər deyirlər, məhsulu olan ideyamız yola çıxıb. Sən yolu aç, işin yoxdur. Yol aç, gələcək arxanca. Təşəkkür edirəm hər birinizi, bütün qadınlarını, bəylərimizin də xanımlarını, qızlarını, gəlinlərini və eləcə də xanımlarımızı bu gözəl bayram münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, əməyi itməsin Güllümün. Güllü əməyi qazansın adı ilə belə. O sənət üzəri belə qazanır, amma sənət üzərində də əməyi təsdiqlənsin. Təşəkkür edirəm hər kəsə. Çox sağ olun, millətlərəm mənim əzizim var olmalı. Mənim çox sağ olun. Bu arada mənim ürəyim yorulur. Qazi qardaşımız var. Bəlkə bir-iki kəlmə söz var. Şəhidlərimizin sayəsində Allah tüm şəhidlərimizə rəhmət etsin. Allah tüm şəhid ailələrinə səbir versin. Biz də əlimizdən gələni güclü çıxdan eləmişik. Şükür bu günümüzdə, şükür bu günə ki, Qarabağımız azaddır. Azərbaycan torpaqları bizim özümüzündür. Torpağından, vətənindən ötürü darıxan insanlarımız vardır. Bütün hamısı artıq yavaş-yavaş torpaqlarına qayıdır. Mən bugün bu tədbirdə, belə bir tədbirdə işləmədi Gülü xanım. Təşəkkür edirəm sizə. Bir də Mürvət müəllimə təşəkkür edirəm. Dəvət elədi bizi bugün tədbirə. Valla feyziyal oldu. Çox bilmədiklərimi də bildim. İndi biz başqa sahəni bilirik. Amma bu sahədə də biraz kişi də olsa, biraz bir məlumatımız olsa yaxşı olar. Çox xoş oldu. Valla yenə də deyirəm, təşəkkür edirəm.
İnşallah öğlen arzulara mən də qoşuluram. Çünki görürüm xidmətiniz çoxdur. İnşallah siz əməkdar alarsınız, xalq adı da alarsınız. Onsuz da siz el qızısınız, belə deyim. Mən də bir adı verim sizə, siz el qızısınız. Allah kömək olsun. Təbriklər, sağ olun. Milli baş örtükləri və geyimləri idi. Geyim papağa aiddir, örtük isə Azərbaycan xanımlarına. Solmaz xanda yazır ki, papaq və kəlağayı sevgilidir. Bunları birbirindən ayırmaq olmaz. Bu məqamda mən istedadları tanıyaq və tanıdaq ictimai birliyinin üzvü, gənc xanəndə Yusif Hüseyinli dəvət edirəm və Müsalə xanıma təşəkkür bildirirəm dəstək üçün. Bir gün yadınıza düşsəm mən əgər, bu doğma yerlərdə axtararsınız. Bir gün yadınıza düşsəm mən əgər, bu doğma yerlərdə axtararsınız. 5-6 nəğmənin müəllifini sevən könüllərdə axtararsınız. İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. İlkbahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Gözəller gözəli vətəndir vətən, nə duman görəcək, nə çizgin, nə tən. Gözəller gözəli vətəndir vətən, nə duman görəcək, nə çizgin, nə tən. Məni kərvan kərvan mən alıb keçən, aylarda illərdə axtararsınız. Kərvan kərvan mən alıb keçən, aylarda illərdə axtararsınız. İlkbahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. İlkbahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız,
Çok teşekkür, uğurlar. İndi ise Aşık Nazərini dəvət edirəm, solo saz ifaçısı. Buyursun. Akşamınız hayır olsun. Herkes sağ olun. Gazilerimize Allah sağlığı versin inşallah. Acı şefalar. Gülüm Hanım'a da çok teşekkür ederim. 3 yıl sonra ilk defa sahneye çıkıyorum. Bunun heyecanı da olabilir. Hamınızı salamlayıram Yunus Emre'nin bir şiiriyle. Diyor ki, Ezrail alaycamız. Domar damarda kanımız. Yuyup sonra kefenimiz saranlara salam olsun. Çatanmadık dostumuza, yetemedik qəsdimizə. Namaz üstümüze duranlara salam olsun. Sözdür, söylenir araya. Merhem olmaz her yaraya. Alıp bizi məqbərəyə koyanlara salam olsun. Aşık odur, hakkı sever, hak ola derdine deva. Bizim için xeyir dua kılanlara salam olsun. Yunus Emre söyler sözü, gam yaşıyla dolar gözü. Bilmeyenler bilsin bizi, bilenlere salam olsun. Havalandı nə gözəl, unutmayan əhdi andı nə gözəl. Məclisimiz nağıllandı nə gözəl, havalandı havasına bu qızım. Gülləyirəm, bu saz sənə həyandır. Dinlədikcə çox murazım oyandır. Bu görüşdən, inanın Allaha, ömrüm nura boyandır. Havalandım havasına bu qızım, havalandım havasına bu sazım. İndi isə xanım Göyçəli buyursun. Göyçən mahnısıyla.
Təşəkkür edirəm sizə. O gözəl bayramınız da mübarək olsun. Mənim Səadət Buta olmağımın 99%-i Solmaz xanımdır. Biz qaçqın köçkün kimi Bakıya gələndə o mənə qanam açırdı. Sonra Sultan xanımı tanımışam Qazaxdan. Sonra da ki bu sənətin dəli ceyranı Güllü xanımı tanımışam. Ümumiyyətcə mən bölgələri seçmirəm, ayırmıram. Mənim 18 kitabım çıxıb, hamısını Kəlbəcərli, Laçınlı, Qarabağlı, Göyçəli, Naxçıvanlı, Gürcüstanlı bir kitabım çıxarıb. Allah elmi var eləsin. Elmin yaxşı oğlanlarına, qeyrətli oğlanlarına, xanım xatın qadınlarına mənim canım qurban olsun. Güllü xanım darıxma, haqq əmək itirməz. Düzdür, burada mən biraz qərib kimiydim, mən qiymətimi ala bilmədim. Ancaq 50 yaşında Gürcüstan devləti bana şöhrət medalını verir. 70 yaşında Dumanisin fəxri vətəndaşlığını və ev muzeyi tikdi bana Gürcüstan devləti. Azərbaycandan, ömür boyu Gürcü xalqından dost olan Azərbaycandan Gürcüstanın prezidentini, Dumanisin icra hakimiyyəti Koba Muradaşviliyi ürəkdən alqışlayıram. Allah'tan o qədər razıyam ki, din içində din bəsləyə, dil içində dil bəsləyə qiymətimi aldım. Elə də sən qiymətini alacaqsan, darışma. Sən mənim bu dünyada yerim göyüm Azərbaycan, dəli külüm xan arazım, göyçə gölüm Azərbaycan. Yolum izim oda sarı, ateşgaham oda sarı, od ölkəmin od hasarı, ömrüm günüm Azərbaycan. Qaytardım gedən torpaqları, Gülüstanım Qarabağı, yandırdın nur çıraqları, elim gülüm, mən də gülüm Azərbaycan, ömrüm gülüm Azərbaycan. Sağ olun, var olun, hər şey gözəl günlərdə görüşək. Gecəmiz xeyrə qalsın, sabahınız xeyrlə açılsın. Gözəller içində ən gözəl olan, sevimli nigardır Azərbaycanım. Torpağı müqəddəs, yurdular olan, bir ulu diyardır Azərbaycanım. Eşq ilə dil açan saz havası var, dahilər kəlamı söz havası var, 4 fəsil içində yaz havası var, bir şirin vardı Azərbaycanımız. Haqq yoldadır, haqq yoldadır, zamanı var, vaxtı var, üzü ağ yığvallı, ağ da vaxtı var, qeyrətdən, namusdan, tacı taxtı var, haqqı havadardır Azərbaycanım. Taleyindən yazılıbdır qisməti. Dədələrin haqqa bağlı ülfəti, nənələrin kəməməli isməti, yar